AIDS-ə görə mənə həmişə bir seri suallar var idi. Öpüşmək və ya əl vermək kimi gündə gördüyümüz işlər AIDS tutmağa səbəb ola bilər ya yox? Heç kimsə gündəlik müaşirətlərinə görə başqasından AIDS tutmaz. HIV insanın bədənindən eşikdə çox diri qala bilməyən bir virus olduğuna görə rahatcasına birindən başqa birinə bulaşmaz. Gündəlik addi irtibatlar, məsələn, öpüşmək, görüşmək, qucaqlaşmaq, asqırmaq, öskürmək və ya ortaq qab-qaşığın işlətməyi AIDS xəstəliyinə yol açmaz. Ortaq hamam tualetə qullanmaq, habelə mığmığa kimi böcəklərin sancması HIV virusun intiqalına və bulaşmasına nədən olmaz.